Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə tarix yazan şəhidlərimizdən də biri Tağıyev Anar Zakiroğlu'nun bugün anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun. Biz də Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi sədri Füzuli Rzaquliyevin adından şəhidimizin ailəsinə başsağlığı verərək qarşılarında baş əyirik. Mövludun mübarək şəhidimiz. Bugünlərin məlum olduğu kimi Anar balamın adının Mövlud günüdür. 29 yaş tamamladı. Ben onunla fəxr edirəm. Bağışda arzun elde kaldı. Şehit damarları düşüp yarından ayrılasınlar. Zaman geçti bu dünyadan, doymadı çarpasından. Şehit damarları düşüp yarından ayrılasınlar. Zaman geçti bu dünyadan, doymadı çarpasından. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bugün Anar balamızın Mövlud günüdür. Allah rəhmət eləsin. Allah atasına, anasına səbir versin. Allah bizlərə səbir versin. Yerləri behişt olsun, cənnət olsun. Allah rəhmət eləsin. Bugün biz Qəhrəman Kəbir kəndində Anar qardaşımızın cənnətdəki 5-ci mövluduna topalaşmışıq. İlk öncə mən şəhidlərimizi salamlayıram. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Biz elə bir kəndəyək ki, həqiqətən bu kənd istər 1-ci Qarabağ müharibəsində, istər aprel döyüşü 44 günündə qəhrəmanlıq göstərib. Buranın cəmaatı özü hər biri qəhrəman. Valideynlərinə səbircilərdən, qardaşımızın Anarın da Mövludu mübarək deyirəm. Allah səbir etsin. Şəhidlərimizə rəhmət eləsin. Anar qardaşımızın mövludu mübarək olsun. Atasının, anasının, ailə üzvlərinə səbir diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah hamısına ruhun şad eləsin. Çox sağ olun. Thank you.
ailələrinə səbir versin. Gələn ayaqlarınız var olsun. Bax, o qardaş məhəsin Ağcabəddən gəlir, bu qardaş qonşu kənddən gəlir, hərə bir yerdən gəlir, bu günlərim ziyarətdir. Nə deyim, vallah, atadakini çəkdiyin çəkir, əmi gələn fərq yoxdur. Mən də bir əmi olaraq bütün şəhidlərə rəhmət diləyirəm, ailələrinə səbir versin. Lər silahını aldı, nərəsi düşmənin bağrını yardı, 44 gün sürdü tarix yazdı, tarixi yazanlar oldu şəhid. Gör neçə analar hər gün ağladı, başına qapqara örpək bağladı, o şəhid oğluna yasta saxladı, heç sizi unudar analar şəhid. Haqq hesab günüdür dedi igidlər, cənnət Qarabağda bizim şəhidlər, silaha sarılıb vətən dedilər, vətən uğrunda oldular şəhid. Qələbə günü daddıran bizə, borcludur bu millət, bir ömür sizə, müjdə ver Polata, həm mübarizə, igidlər torpağı aldılar şəhidlər. Allah cəmi şəhidlərimizə rəhmət etsin.